Hər kəs diqqətlə baxsın, təzə model LG-lərdə özünü yuma proqramı necədir, onu göstərəcəm. Bu modellər artıq təzə çıxıb. O birisi köhnələr getdi, yerinə bu model gəldi. Bunlarda özü yuma proqramını qoşuram. Baxın axıra qədər. Heç olmasa videoya bir dənə sağ oldan, çox sağ oldan yazın. Çünki sizi bu qədər maarifləndirirəm. Siz də bir dənə sağ ol, ən azından bir dənə sağ ol yazmaq olar. Bu çətin bir şey deyil. Mən sizdən pul istəmirəm. Sadəcə bir sağ ol yaza bilərsiniz. Videonu qayd eləyin, saxlayın ki, bu video sizdə həmişəlik qalsın. Ayda bir dəfə bunu işlədin ki, Patreon özü içini yusun. Siz bunu ayda bir dəfə eləməsəz, çox üst-üstə yığılanda, sonra daha biraz problemlər əmələ gələ bilər. Ayda ən azından bir dəfə bunu eləyin. İndi göstərirəm. Diqqətlə axıra qədər baxın. Bilirəm, tələsirsiniz, deyirsiniz keç mətləbə. Mən bu sözləri deməsəm, siz heç nə eləyən deyilsiniz. Yəni, bizim millət elədik, gərək sözü deyəsən. Heç olmasa bir sağ ol yazarsınız. Bax, düzdür, Patreon sönlü vəziyyətdədir. İstəyirsən özünü yuma proqramını seçəsən bu modellərdə. Baxın, yandırdınız. Heç nəyə əl dəymədən bu iki kompkanı basılı saxlayırsınız. Baxın. Bu yazı gələndən sonra startı basırsınız. Bu özünü yuma proqramı qoşulur. Bunu eləyin, hamı eləsin, dosta tanışa, bilməyənlərə göndərin, bilsinlər. Bu rejim time bir də bir divaten kompkasını ikisini bir yerdə basılı saxlayırsınız. Bəzi paltaryonlarda bax bu işarə vəri oldunuz. Hara birləşir, onları basılı saxlayın. Çox adam indi mənə sual verəcək ki, ay usta bizdə bundan deyil, bu vəsiləcədən. Neyiniyim? Əgər baxın, bu ulduz işarəsi birləşdirən kompkalar hardadsa, onları saxlayın, start verin. Yox, ulduzda yoxdursa, deməli o gizli proqramda üzə çıxmalıdır. Səhifəmi takib eləyin. O videoları çəkmişəm. İndi axtarsa səhifəmdə tapa bilməyəcəksiniz. Amma siz mənim səhifəmi takibə alandan sonra o videolar avtomatik özü sizin qabağınıza çıxacaq. Çünki TikTokda elədir ki, siz bu məlumatı almısınız ya bu videoda. Bu məlumat bu video ilə bağlı hansı Patreonlarda var, mənim videolarımın hamısını sizin qabağınıza çıxaracaq. Bu belə bir alqoritmdir. Özünüzə yaxşı baxın, sağ olun. Təmirlə də bağlı kimin nə sualı var, müraciət eləyə bilər. Bu Patreonun isə şikayəti nə idi? İçindən iyi gəlirdi. İyi ilə bağlı müraciətdə həll elədik. Artıq hazırdır, istintədir. Gördüyünüz kimi işləyir. Bir dənə də məlumat deyim. Paraşok qabına su zəif gəlirsə, siz nə edirsiniz? Buranın aşağı dalında setka var. Açıb təmizləyirsiniz. Buradan su bura təzyiqlə verin. Paraşok qabına su damcı gəlirsə, bu dediyimi eləyin. Burada da setka var. Burada da setka olur bəzilərində. Yəni, əsasən burada olur. Təmizləyin, işlədin, xeyirli olsun. Nömrəm səhifədə var. Səhifəmi takibə alın ki, sizin də əlinizdə bir dənə normal ustabız olsun. Ölkənin ən böyük